Salam, hörmətli müəllimlər. Bugünkü mövzumuz kompetensiyalardır. Deməli, kompetensiya nədir müəllimlər? Bilik, bacarıq, vərdiş, dəyər, keyfiyyət, bunların kombinə olunmuş birgə istifadəsinə deməli, kompetensiyalar deyilir. 8 dənə kompetensiyamız var. Savadlılıq, çox dil bilmək, riyazi elmi mühəndislik, mədəni məlumatlıq, şəxsi və sosial öyrənməyi öyrənmək, vətəndaşlıq, sahibkarlıq, bir də rəqəmsal savadlılıq kompetensiyası. İlk öncə gəlir müəllimlər, savadlılıq kompetensiyası nədir? Savadlılıq kompetensiyası da burada savadlılıq kompetensiyası deyəndə yazılı və şifahi şəkildə təqdim olunmuş informasiyanı, faktlar, emosiyalar, fikirlər anlamaq, interpretasiya etmək, həmçinin şifahi yazılı şəkildə ifadə etmə bacarıqdır. Həmçinin müxtəlif şəkildə audio, vizual, rəqəmsal verilmiş materialların anlaşılması və ötürülməsidir. Yəni, mən burada sizə materialı ötürürəmsə, dərs materialını sizə çatdıra bilirəmsə, audio şəkildə, vizual şəkildə, rəqəmsal şəkildə, deməli, bu mənim savadlılıq kompetensiyamdan irəli gəlir. Əsas bilikləri nələrdir? Gəlin baxaq. Zəngin lüğət ehtiyatdır, funksional qrammatikadır, dilin funksiyaları haqqında məlumatlıqdır, ünsiyyətin əsas növləri haqqında məlumatlıqdır. Yəni, burada düzdür, müəllimlər verilib əsas biliklər, əsas bacarıqlar, dəyərlər və münasibətlər. Yəni, bunu belə deyək də, əzbərləməyə ehtiyac yoxdur. Sadəcə olaraq kompetensiyaların mahiyyətini başa düşmək lazımdır. Əsas bacarıqlara baxaq indi. Əsas bacarıqlar da müxtəlif situasiyalarla dinləyici, natiq, oxucu və ya yazar kimi ünsiyyət qurmaqdır. Situasiyaya uyğun olaraq ünsiyyətin idarə və adaptə etməkdir. Müxtəlif mətn tiplərində rəqəmsal mətnlər və s. istifadə etmək və fərqləndirməkdir. İnformasiyanı araşdırmaq, toplamaq, emal etmək bacarığıdır. Kontekstə uyğun olaraq şifahi və yazılı arqumentləri inandırıcı şəkildə istifadə etməkdir. Deməli, sonuncu da gəlir dəyərlər, münasibətlər. Tənqidi və konstruktiv dialoqa meyillikdir. Estetik bacarıqlar və onlara nail olmaq həvəsini anlamadır. Başqaları ilə qarşılıqlı əlaqə qurmaqdır, nitqin başqalarına təsiri, nitqin pozitiv və uyğun şəkildə istifadəsidir. İndi isə gəlir müəllimlər, çox dil bilmə kompetensiyasıdır. Yəni, bir neçə dili biliriksə, artıq nə olur? Çox dil bilmə kompetensiyası. Əsas bilikləri nədir? Kifayət qədər lüğət ehtiyatı, funksional qrammatika olmasıdır burada da. Sonra nitqin növləri haqqında məlumatlılıqdır. Dil və mədəniyyətin müxtəlif kontekstlərdə müqayisəsi və fərqləri haqqında məlumatlılıqdır. Əsas bacarıqlara baxaq. Əsas bacarıqlarda da deyilir ki, şifahi və yazılı ünsiyyətin xarici dildə anlamaqdır. Yəni, bunlar da nəyə aiddir? Çox dil bilmə kompetensiyasına aiddir. Sonra, müxtəlif dilləri formal, qeyri-formal və informal şəkildə öyrənmək və istifadə etməkdir. Situasiyaya uyğun olaraq ünsiyyəti idarə və adaptə etməkdir. Mədəni müxtəlifliyin nitqin və dilin istifadəsinə təsir etdiyini dəyərləndirməkdir. Deməli, əsas bacarıqlara da bunlar aiddir. İndi isə gəlir dəyərlər və münasibətlər. Dəyərlərdən də yeni dillər öyrənmək istəkdir, mədəni müxtəliflikdir, hər şəxsin ana dilinə hörmətdir, etnik qrupların, azyaşlı xalqların dilinə hörmətdir, multikulturalizmdir, bunlar aiddir. Üçüncü də gəlir müəllimlər riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası. Riyazi kompetensiyada riyazi təfəkkürün istifadə edərək gündəlik həyatda rastlaşdığı problemlərin həlli yollarını müəyyənləşdirmə bacarığıdır. Yəni, gündəlik həyatımızda puldan istifadə ediriksə, bu bizim riyazi kompetensiyamızdan irəli gəlir. Yəni, riyazi səriştəlilik insana problemin həlli və təqdim etmə zamanı riyazi məntiqi və fəza təfəkkürdən, model, diaqram, qrafiklərdən istifadə etmək bacarığı və istəyi də verir. Elmi kompetensiya nə idi? Elmi kompetensiyada həyatda baş verən müxtəlif prosesləri
izah etməkdir, təhlil etməkdir, əsaslandırmaqdır, nəticə çıxarmaq üçün savada malik olmaq və ondan istifadə etmə bacarığından da bacarıq və istəyi də ehtiva edir. Yəni, elmi kompetensiyada həyatda baş verən müxtəlif prosesləri izah edə biliriksə, təhlil edə biliriksə, artıq bizim elmi kompetensiyamızdan irəli gəlir. Sonra texnoloji mühəndislik kompetensiyası insanların tələb və istəklərinə uyğun olan yeniliklərin və dəyişikliklərin yaradılması üçün bilik və bacarıqlardan istifadəsini ehtiva edir. Yəni, texnoloji mühəndislikdən deyək ki, kompüterdən istifadə etməkdir, ağıllı lövhədən istifadə etməkdir, planşetdən istifadə etmək. Bunlar bizim texnoloji mühəndislik kompetensiyamızdan irəli gəlmiş olur. Əsas bilikləri nədir müəllimlər? Əsas biliklər riyazi biliklərdir. Birinci gəlirdi nə? Riyazi kompetensiyaya aid olan əsas biliklər. Riyazi biliklər, ədədlər, ölçü, quruluş, əsas əməliyyatlardır, riyazi təfəkkürdür, riyazi termin, konsepsiyaları anlamaqdır, təbiətin, dünyanın əsas prinsipləridir. Sonra fundamental elmi konsepsiyalar, nəzəriyyələr, metodlar haqqında məlumatlılıqdır. İndi isə əsas bacarıqlara baxaq. Yəni, dediyim kimi müəllimlər, yəni sırf belə deyək də əsas bacarıqlardır, əsas biliklərdir, dəyərlərdir, əzbərləməyə gərək yoxdur. Sadəcə olaraq mahiyyətini anlamaqdır ki, bilək ki, söhbət nədən gedir. Əsas bacarıqlara baxaq. Problemləri həll etmək üçün riyazi bilikləri tətbiq etməkdir, gündəlik həyatda, şəxsi və iş həyatında riyazi təfəkkürdən istifadə etməkdir. Məsəl üçün, maliyyə savadlığı. Dediyim kimi, riyazi savadlılıqdan həyatda istifadə edirik. Riyazi savadlığımızda, məsəl üçün, puldan düzgün istifadə qaydasıdır, sonra pulun hesablanmasıdır. Bu bizim riyazi savadlığımızdan irəli gəlir. Fərziyyələrini əsaslandırarkən daha güclü arqumentlər qarşısında lazım gələrsə elm üçün, ümumi iş üçün öz təkliflərini geri çəkə bilməkdir. Özünə, ailəsinə, cəmiyyətə, qlobal problemlərə münasibətdə elmi texniki inkişafın təsirinə tənqidi yanaşmaq, problemlərin həllinə baxmaq, göstərmək, problemlərə qayğı ilə yanaşmaq, etikaya, təhlükəsizliyə riayət etməkdir. Dördüncü də gəlir rəqəmsal savadlılıq kompetensiyası. Rəqəmsal savadlılıq kompetensiyası rəqəmsal texnologiyalardan öyrənmədə, işdə, şəxsi həyatda, məqsədə uyğun şəkildə, inamlı şəkildə, operativ və tənqidi yanaşaraq ondan istifadə etməsidir. Məsəl üçün, mənim indi sizə PDF-lə dərs keçməyim rəqəmsal savadlılığımdan irəli gəlir. Və burada deyək ki, məsəl üçün, PDF düzəltmişəm və PDF-də olan dərsi sizlərə izah edirəm. Və yaxud da telefonda PDF silinib, həmən PDF-i tezdən, belə deyək də, telefona qaytara bilirəmsə və yaxud da özüm həmən PDF-i hazırlaya bilirəmsə, bu mənim rəqəmsal savadlılığımdan irəli gəlir. Əsas bilikləri nədir müəllimlər? Əsas biliklərdə müxtəlif rəqəmsal texnologiyanın əsasında dayanan ümumi prinsiplərdir, konsepsiyalardır, mexanizmi, məntiqi proqram təminatını və s. bilməkdir. Rəqəmsal alətlərdə işin tədrisdə, iş yerində, gündəlik həyatımızda yerindən və əhəmiyyətindən agah olmaqdır. Rəqəmsal alətlərdən xüsusiyyətlərini bilməkdir. Əsas bacarıqlar nədir? Rəqəmsal texnologiyadan əldə etdikləri informasiyanın etibarlılığını sorğulamaq, tənqidi yanaşmaq, rəqəmsal texnologiyadan istifadənin hüquqi etik prinsiplərini anlamaq və riayət etməkdir. İndi isə münasibətlər, dəyərlərə baxaq. Münasibətlər, dəyərlərdə deyilir ki, rəqəmsal texnologiya və məzmunla işləyərkən deməli, prosesə şuurlu, tənqidi, qərəzsiz yanaşma nümayiş etdirməkdir. Həmçinin alətlərdən etik qaydada təhlükəsiz və məsuliyyətli şəkildə istifadə etməkdir. Bu da
Bunlar da hamısı rəqəmsal savadlılığın kompetensiyasına aid olmuş oldu. Nələr aiddir? Əsas biliklər, sonra əsas bacarıqlar, münasibətlər, bir də dəyərlər aid olmuş oldu. 5-ci olaraq gəlir şəxsi sosial və öyrənməyi öyrənmək kompetensiyasıdır. Şəxsi sosial öyrənməyi öyrənmək kompetensiyası da deməli metakognitiv bilikləri inkişaf etmiş olur. Deyək ki, şəxsi sosial öyrənməyi öyrənmək kompetensiyasının metakognitiv biliklərdən nəyi inkişaf edir? Özü haqqında düşünməkdir, məlumatlı olmaqdır. Yəni şagird özü haqqında düşünə bilirsə, məlumatlı olursa, deyək ki, özü üçün gündəlik plan hazırlayırsa, deyək ki, gündəlik hansı dərsləri oxuyacaqsa, burada artıq nə olur? Biliyin növlərində metakognitiv bilik inkişaf etmiş olur. Yəni şəxsi sosial öyrənməyi öyrənmə kompetensiyasında öz sözünü gördüksə, özü haqqında nə isə edirsə, 5-ci kompetensiyaya aid olmuş olur. Yəni şəxsi sosial öyrənməyi öyrənmək kompetensiyasıdır. Deməli, nə oldu? Özü haqqında düşünmək, məlumatlı olmaqdır. Vaxtı və informasiyanı səmərəli idarə və istifadə etməkdir. Başqaları ilə konstruktiv əlaqə qurmaqdır. Öz öyrənməsini və karyerasını davamlı effektiv etməkdir. Emosiyaları idarə etməkdir. Gələcəyə yönəlik planlar qurmaqdır. Öyrənməyi öyrənməkdir. Bunlar hamısı şəxsi və sosial öyrənməyi öyrənmə kompetensiyasına aid edilir. Gəlin əsas biliklərə baxaq. Deməli, insanlarla uğurlu ünsiyyət qurmaq üçün davranış qaydaları, etik kodekslər haqqında məlumatlı olmaq, sağlam həyat tərzi, sağlam ruh, sağlam düşüncə haqqında məlumatlı olmaqdır, öyrənmə strategiyaları haqqında məlumatlı olmaqdır. İndi isə gəlin baxaq əsas bacarıqlara. Əsas bacarıqları öz bacarıqlarını müəyyən edə bilməkdir, çətinliklərin həlli üçün qərar qəbul edə bilməkdir, məsələyə tənqidi yanaşmaqdır, fərdi və kollektiv işləməkdir, təhsilini təşkil və idarə etməkdir, karyerasını idarə etmək, stressə dayanıqlı olmaqdır, müxtəlif mühitlərdə konstruktiv ünsiyyət qurmaqdır. Bunlar aiddir. Münasibətlər və dəyərlərə baxaq indi. Deməli, əməkdaşlıq etmək, insanlara pozitiv yanaşmaq və onu nümayiş etdirməkdir, dürüstlükdür, məqsəd qoymaq və məqsədə sağlam şəkildə çatmaq, daxili motivasiya yaratmaqdır, kompromisə getməkdir, həyat boyu uğur qazanmaqdır, öyrənməyin yollarını aramaqdır. Bunlar hamısı nəyə aid olmuş oldu? Şəxsi və sosial öyrənməyi öyrənmək kompetensiyasında sual düşə bilər ki, müəllimlər, şagird belə deyək, şagird yoldaşının strategiyasından istifadə edərək dərs çalışdı. Dərslərini belə deyək də öyrəndi və yaxud da müəllimin qoyduğu strategiyaya əsasən hansısa bir işi gördü, yerinə yetirdi. Burada şəxsi və sosial öyrənməyi öyrənmək kompetensiyası gözlənilmir. Çünki deyək ki, müəllimin strategiyasından istifadə edərdi və yaxud da şagirdin strategiyasını, özünün strategiyası olmadı. Özünün strategiyası yoxdursa, burada sosial və öyrənməyi öyrənmək kompetensiyası yoxdur. Ancaq özünün strategiyası varsa, özünün belə deyək də, özü üçün nə isə edə bilirsə, 5-ci kompetensiya gözlənilmiş olur. İndi isə gəlir fəal vətəndaş mövqeyinin kompetensiyası. Fəal vətəndaş kompetensiyası bu məsuliyyətli vətəndaş kimi davranmaq bacarığıdır. Dövlətin və ölkənin ictimai həyatında dövlətin sosial, iqtisadi, siyasi konsepsiyalarını və strukturlarını nəzərə alaraq tam mənası ilə iştirak etmək bacarıqdır. Yəni, dövlətin qoyduğu qayda-qanuna riayət etməkdir, qayda-qanunun həyata keçirməkdir. Burada nəyə aiddir? Fəal vətəndaş mövqeyinin kompetensiyasına aiddir. Şəxslərin, qrupların, təşkilatların, cəmiyyətin iqtisadiyyatının və mədəniyyətin əsas anlayışları haqqında məlumatlı olmaq, dövlətin və ölkənin siyasi, sosial, iqtisadi konsepsiya və strukturlarını bilməkdir. Bunlar fəal vətəndaş mövqeyi kompetensiyasına aid olmuş olur. Əsas bacarıqlar nədir müəllimlər? Əsas bacarıqlar ümumi maraqlardır,
cəmiyyətin inkişafı üçün digər insanlarla əməkdaşlıq etməkdir, problem həll etmə, qərar qəbul etmə zamanı məsələyə tənqidi yanaşmaq, problemə kompleksli baxmağı bacarmaqdır. Bunlar aid olmuş olur. Münasibətlər və dəyərlərə baxaq. Deməli, insana hörmətdir, konstruktiv münasibətdir, müxtəlif səviyyələrdə vətəndaş kimi fəaliyyət göstərməkdir, tolerantlıq, kompromisə getməkdir, gender bərabərliyi, sosial mədəni fərqliliyə hörmətdir, sosial ədalətlikdir. Bunlar hamısı aid olmuş olur fəal vətəndaş mövqeyi kompetensiyasına. Sahibkarlıq kompetensiyası nədir müəllimlər? Sahibkarlıq kompetensiyası da imkanları, ideyaları, başqalarının dəyərlərini transformasiya etmək bacarığıdır. Yaradıcılığı, tənqidi təfəkkürə, problemi həll etmə təşəbbüskarlığa, israrlığa, planlaşdırmaya söykənən layihələrin idarə edilməsi bacarığının formalaşdırılmasıdır. Yəni, sahibkarlıq kompetensiyası deyək ki, mən gələcəkdə kurs açmaq istəyirəm və yaxud da bir özüm üçün bağça açmaq istəyirəm və yaxud da bir şadlıq sarayı açmaq istəyirəmsə və mənim imkanlarım yaxşıdırsa, yəni bunlara belə deyək də açmağa zəmanət verirsə, mən bunu aça bilərəm. Özüm üçün belə deyək də bağça aça bilərəm və yaxud da kurs aça bilərəmsə, deməli mən artıq burada nə oluram? Sahibkar oluram. Yəni nəyə aid olmuş olur kompetensiyalardan? Sahibkarlıq kompetensiyasına. Yəni burada iqtisadi cəhətdən mənim belə deyək də gəlirim də yaxşı olmalıdır ki, mən bu kurs açmaq üçün, uşaq bağçası açmaq üçün imkanım yaxşı olsun. Aça bilim. Deməli, əsas bilikləri, ideyaların reallaşdırılması üçün müxtəlif kontekstlər, şəxsi, peşəkar, sosial sahələrdə imkanların olduğunu bilməkdir. Həmçinin ideyaların yaranma yolları haqqında məlumatlı olmaqdır. Yəni, mən belə deyək də, bu ideyaların yaranma yolları haqqında məlumatlı olmalıyam ki, deməli, özüm üçün nəsə edə bilim. Layihələrin planlaşdırılması və idarə edilməsi ilə bağlı məlumatlı olmaqdır. Bunun üçün iqtisadiyyatdan, sosial və iqtisadi problemlərdən, iş götürən təşkilatların qarşılaşdığı problemlərdən və imkanlardan məlumatlı olmaqdır. Bu da nəyə aid olmuş olur? Sahibkarlıq kompetensiyasına. Əsas bacarıqları nədir? Strateji düşünməkdir, problemi həll etməkdir, innovativ yanaşmaya əsaslanmaqdır, fərdi komanda ilə işləmək, resursları insana və maddi səfərbər və istifadə etməkdir, maliyyə savadlılığı nümayiş etdirməkdir, başqaları ilə müzakirələr aparmaqdır, riskləri nəzərə almaqdır. Yəni, risklər nəzərə almalıyam ki, mən bu işdə belə deyək də, uduza da bilərəm, uda da bilərəm. Yəni, hər bir şeyi gözə almalıyam. Ona görə də deyir ki, risklər nəzərə alınmalıdır. Etika və qəbul edilmiş qaydalar çərçivəsində ünsiyyət qurmaq və əsaslı qərarlar çıxarmaqdır. İndi isə gəlir münasibətlər və dəyərlər. Deməli, təşəbbüskarlıq fəaliyyətdə sərbəstlik, proaktivlik, uzaqgörənlik, cəsarətlilik, məqsədə çatmaq, israrlılıq. Deməli, məqsədimiz olmalıdır ki, istədiyimiz bir yerə gəlib çataq. Yəni, məqsəd olmadığı yerdə, yəni belə deyək də, istədiyimiz yerə gəlib çata bilmərik. Başqalarını motivasiya etmək, onları ideyalarına dəyər vermək, insanlara qayğı və empatiya ilə yanaşmaq, məsuliyyətli olmaq, bütün proseslərdə etik davranış nümayiş etdirməkdir. Bunlar hamısı nəyə aid olmuş olur? Sahibkarlıq kompetensiyalarına aid olmuş olur. İndi isə sonuncu olaraq gəlir müəllimlər, mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyası. Mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyası özünün və başqalarının mədəniyyəti haqqında məlumatlı olmaqdır, başqalarının mədəniyyətinə hörmətlə yanaşmaqdır, öz mədəniyyətinə aid olan fikirləri başqa mədəni kontekstdə fərqli şəkildə ifadə oluna biləcəyi anlayır və qəbul edir. Öz mədəniyyətinə aid olan
detalları fərqli mədəniyyətlərdə fərqli şəkildə istifadə olunmasını anlayışla qarşılayır. Müəllimlər. Deməli, mədəni məlumatlıq və özünü ifadə kompensiyası nə oldu? Yəni, başqa dillərin dininə hörmətlə yanaşmaqdır. Əgər onların dininə hörmətlə yanaşırıqsa, belə deyək də, dinimizə, mədəniyyətimizə hörmətlə yanaşırıq və tanıdırıqsa, bu nə olur? Mədəni məlumatlıq və özünü ifadə etmə kompensiyasıdır. Yəni, mən özümü ifadə edə bilirəm, öz mədəniyyətimi, dilimi tanıda bilirəmsə, özünü ifadə etmə kompensiyasına aid olmuş olur. Deməli, gəlin baxaq əsas biliklərinə. Əsas biliklər nədir müəllimlər? Yerli, milli, beynəlxalq mədəniyyətlərin xüsusiyyətləri, dil, adət-ənənə, mədəniyyət haqqında, deməli, bu xüsusiyyətlərin bir-birinə təsir edə biləcəkləri haqqında məlumatlı olmaqdır. Əsas bacarıqları, ideyalar, fikirlər müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etməkdir. Bu da əsas bacarıqlara aiddir. Dəyərlər və münasibətlər. Deməli, dəyərlər digər xalqların mədəniyyətinə hörmət, tolerantlıq nümayiş etdirməkdir, maraq göstərməkdir, dünyaya açıq olmaqdır, fərqli mədəniyyətdə iştirak etmək. Bunlar hamısı nəyə aid olmuş olur? Mədəni məlumatlıq və özünü ifadə etmə kompensiyası. Deyək ki, məsəl üçün, hansısa bir ölkənin dininə qarşı rəy bildiririk ki, mənfi rəylər bildiririk. Artıq burada nə olur? Mədəni məlumatlıq pozulmuş olur. Sonra özünü ifadə kompensiyası da, məsəl üçün, özümüz haqqında nəsə bir mənfi, dilimiz haqqında nəsə bir mənfi deyiriksə, özünü ifadə kompensiyası inkişaf etməmiş olur, pozulmuş olur. O zaman pozulmur ki, hansısa bir dil, belə deyək də, ölkənin dininə hörmətlə yanaşırıq, belə deyək də, öz dinimizi, sonra mədəniyyətimizi ölkələrə tanıdırıqsa, bu da bizim mədəni məlumatlığımızdan və özünü ifadə etmə kompensiyamızdan irəli gəlmiş olur. Deməli, gəlin baxaq bu günləri nələr öyrəndik. Bu günləri müəllimlər, deməli, 8 dənə kompensiyanı öyrəndik. Birinci gəldi savadlılıq kompensiyası. Dedik ki, əgər, belə deyək də, öyrəndiyimiz məlumatı audial, vizual, rəqəmsal olaraq biliyimizi çatdıra biliriksə, savadlılıq kompensiyasına aid olmuş olur. Çox dil bilməkdə bir neçə dillərdən istifadə edə biliriksə, yəni biliriksə, çox dil bilmə kompensiyasıdır. Riyazi, elmi, texnoloji və mühəndislik kompensiyası nə idi? Riyazi kompensiya dedik ki, həyatda riyazi kompensiyadan, puldan düzgün istifadə edə biliriksə, hesablama qaydasını biliriksə, bu artıq nəyə aid olmuş olur? Riyazi kompensiyaya aid olmuş olur. Elmi kompensiyada həyatda baş verən müxtəlif prosesləri izah edə bilirik, təhlil edə biliriksə, elmi kompensiyadadır. Texnoloji kompensiyada, texnoloji mühəndislik kompensiyada telefondan, kompüterdən, ağıllı lövhədən istifadə etmə bacarığımız varsa, texnoloji mühəndislik kompensiyasına aid olmuş olur. Sonra gəlirdim rəqəmsal savadlılıq kompensiyası. Dedik ki, məsəl üçün, mən indi sizə PDF-lə dərsi izah edə bilirəmsə, bu mənim rəqəmsal savadlılıq kompensiyamdan irəli gəlmiş olur və yaxud da telefonda silinən PDF-i qaytara bilirəmsə, yenidən hazırlaya bilirəmsə, rəqəmsal savadlılığımdan irəli gəlirdim. 5-ci olaraq gəlir şəxsi sosial öyrənməyi öyrənmək kompensiyasıdır. Burada dedik ki, metakognitiv bacarıqları inkişaf etmiş olur. Yəni, şagird özü üçün nəsə edirdisə, bu da aid olmuş olurdu şəxsi sosial öyrənməyi öyrənmək kompensiyasına. Sonra da gəlirdi fəal vətəndaş mövqeyinin kompensiyası. Fəal vətəndaş mövqeyində, yəni, belə deyək də, dövlətin qoyduğu qanuna riayət etməkdir, həyata keçirməkdir. Bu da fəal vətəndaş mövqeyinin kompensiyasına aid olmuş olur. Dövlətin və ölkənin siyasi, sosial, iqtisadi kompensiyasının strukturlarını bilməkdir. Bunlar aid olmuş olur. Sahibkarlıq kompensiyası nə idi? Dedik ki,
məsəl üçün hansısa bir kurs açmaqdır, sonra kursdur, uşaq bağçasıdır. Bunları aça bilirəmsə, mən artıq nə oluram? Sahibkar. Mənim imkanım belə deyək də iqtisadi cəhətdən yaxşıdırsa, sahibkarlıq kompetensiyasını belə deyək də yerinə yetirmiş oluram da. Nəsə bir belə deyək də özüm üçün nəsə edə bilirəmsə, sahibkarlıq kompetensiyasına aid olmuş olur. Sonuncu da gəldi. Mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyası. Mədəni məlumatlıq və özünü ifadə kompetensiyası da burada bir çox ölkələrin dilinə hörmət etməkdir. Sonra özünü ifadə kompetensiyası da öz dilimizi, dinimizi, mədəniyyətimizi başqa ölkələrə tanıda biliriksə, özünü ifadə kompetensiyasına aid olmuş olur. Bugünlük də müəllimlər bu qədər. Sağ olun müəllimlər. Gələn dərslərdə görüşərik. Videonu da bəyənib like etməyi unutmayın. Sağ olun.